Buradan baxana yoxuş hansına gəlir? Burada maraqlı bir nüans var. Burada Ədalət Usta mozaika daşını vurur. Mozaika daşda bir dənə açıq formasını göstərir Ədalət Usta. Xırda. Yəni qıraqdan söz yox, rəngi. çox işlərdə elədir. Hər şey asan görsənir. Amma yəni usta bayaqları özü bir dənə maraqlı söz işlədir ki, qıraqdan hər şey asan görsənir, amma yəni xırdalıqlar Uzaqdan çox. baxana yoxuş hansına görsənir də. İndi amma gəlir bu işin bu hissəsində. Yəni bu boyda sobanı demək olar ki, onu xırda da bir-bir, paşdı bir-bir. Dənə-dənə yapışdırırlar. Belə. O göstər mənə. Belə bir sıra. Belə onu yapışdırırlar, bu formaya salırlar. Yəni bu sobaların ərsəyə gəlməsi üçün normalda nə qədər vaxt lazımdır Ədalət Usta? Bir 2 həftəyə yaxın vaxt lazımdır, belə deyək. Normalda. İndi şuralar hava şəraiti yaxşıdır deyə yəni işləmək olur. Qış aylarında, qısa günlərdə. Qış aylarında da qısa günlər olduğundan, yəni bu vaxt aparan işdir. Yəni kimsə fikirləşməsin ki, bu soba tez ərsəyə gəlir, xeyr, yəni bu belə deyil.